Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina ve habibi kulubina ve tabibi nufusina Abil Gasimi Mustafa Muhammed ve ala ehli beytihi tayyibin tahirin el-ma'sumin. Salam aziz ve muhterem Müslümanlar. Programın bugünkü mevzusu, bugünkü konusu İmam Ali aleyhisselamın 4 grup hakkında, 4 dəstə hakkında olan, yani 4 növ insanlar hakkında olan tövsiyəsidir. Yani 4 halde insanların elde ettikleri nimet hakkındadır. İmam Ali aleyhisselam buyurur ki, size 4 tane tövsiye veririm, 4 grupa tövsiye veririm. Bu 4 tövsiyemi unutmayın. Hep aklınızda olsun bu 4 tövsiye. Buyurur ki, eğer Allah bəndəsinə şükür nimetini verse, yani eğer insan Allah'a şükür etmeyi bacarsa, onu başarsa insan, Allah'ın verdikleri karşısında insan şükür edebilse, mutlaka Allah o şükrün karşısında insana verdiği nimetlerin sayını çoğaldır. Yani İmam Ali buyurur ki, iman edin buna ki, eğer siz Allah'ın size verdiği nimetler karşısında şükür edebilseniz, Allah o nimetlerinin sayını size çoğaldır. Bunun delili Kur'an'da da var. Allah İbrahim suresinin 7. ayetinde buyurur, eğer siz şükür etseniz, Allah buyurur insanlara, eğer siz şükür etseniz, mutlaka biz sizin nimetlerinizi artırarıq, çoğaldarıq. Ve devamında buyur, eğer küfür etseniz, yani naşükürlük etseniz, şükür etmeseniz, benim əzabım çok şiddetlidir. Bunu unutmayın, Allah buyurur. Bu baxımdan da şükür, İmam Ali buyurur, şükür nimetlerin çoğalmasına sebep olar. İmam Ali'nin buyurduğu birinci tövsiyesi budur. Yani şükür edenlere, birinci grup şükür edenlerdir. Şükür etmeyin insana olan faydası. Hazreti İmam Sadık aleyhisselamın rivayette var ki, bir nefer yanına gelir, bir fakir yanına gelir. İmam Sadık oturmuştu dostlarıyla, sahabelerle beraber ve meyve süfrəsiydi İmam Sadık'ın oturduğu süfrə. Fakir gelir, deyir, mənə ihtiyacım var, bir yardım elə. İmam Sadık aleyhisselam buna bir meyve verir. Bu meyveyi götürür ve deyir, ey imam, mən səndən meyve istemedim. Mən səndən para istedim ve meyveyi yerine koyur, götürmür. İmam buyurur ki, məndə para yoktur şu anda. Yani hal-hazırda para yoktur. Ve bu şəxs gedir. Bu şəxs gedir, birkaç adım atandan sonra geri dönür ve peşman olur. Deyir, ey imam, o verdiği meyvəni ver. İmam buyurur, daha gecdir. Yani bu imamın bu davranışında bir hikmət var. İmam o meyveyi verebilir de ikinci defa, ama imamın bu hareketi bize bir örnektir. İmam bunu bizim bir şeyler anlamamız için bunu yapır. Ve ikinci bir fakir gelir, imama deyir, mən muhtacam, bana bir maddi yardım elə. İmam o meyveden bir tanesini götürür, verir bu fakire. O fakir meyveni alır, kabul edir ve buyurur ki, elhamdülillah, şükür olsun Allah'a. Allah'a şükür edir. İmam aleyhisselam meyvenin hepsini verir o şəxsə. Yani o şəxs yine şükür edir. Şükür edenden sonra imam yanındaki sahabesine buyurur, üzerinde ne kadar para var, yani üstünde ne kadar para var, onu mənə ver, bu fakire verək. Parayı götürür ve fakire verir. Yine fakir şükür, elhamdülillah deyir, şükür edir Allah'a. İmam kendi əbasını çıxarır, yine fakire verir. Yani İmam aleyhisselam bu davranışından bize bunu anlatmak istəyir ki, eğer biz şükür etsək,
Allah bizim nemətlərimizi bizə artırar. Verdiyi nemətləri saysız hesapsız bizə yenə də bəxş edər, verər. Amma şükür etməsək, Allah bizim nemətimizi ya kəsər, ya azaldar. Bu baxımdan da Həzrət Əli buyurur, birinci dəstə insanlar, birinci qrup, birinci dəstə insanlar ki, diqqətli olmalıdırlar, şükür etmək. Şükür edənlər diqqətli olsun ki, şükür etməyə davam etsələr, Allah onların rızqı və ruzisini artırar. Həzrəti Peyğəmbər sallallahu aleyh hədislərin birində buyurur ki, imanın yarısı səbirdir və digər yarısı da Allaha şükür etməkdir. Yəni iman farz edək 100-dürsə də, o 100-ün 50-si səbirdir, 50-si də şükürdür. Bu baxımdan Həzrət Əli buyurur ki, şükür etmək çox önəmli bir məsələdir ki, gərək inşallah biz hamımız buna diqqət edək. Və bir şeyi unutmamalıyıq ki, şükür yalnız para və dünya malına olmalı deyil. Bazen şükür insanın, yəni Allahın insana verdiyi salih evlad ola bilər, insanın cisminin sağlamlığı ola bilər şükür. Yəni yalnız para ilə Allahın insana verdiyi maddiyyat deyil şükür. Evladdır, sağlam dostdur, doğru dürüst dostdur, sağlam candır. Bunların hamısının şükrü Allah Teala tərəfinə şükür ilətməyimiz lazımdır. Həm dildən, həm əməlimizdən. Həmin dildən deməliyik, Allah sənə şükür olsun ki, bu nemətləri mənə bəxş edibsən, nəsib edibsən. Aynı zamanda əməlimizlə də bunu göstərməliyik. Əməlimiz də budur ki, biz Allaha isyan etməməliyik. Allahın farz buyurduqlarını yerinə gətirməliyik. Allahın günahlarından İnşallah səy edib günahlardan uzaq durmalıyıq. Bu da şükrün əsas növüdür. İnsanın zehninə sual gələ bilər. Allahın bizim şükür deməyimizə ehtiyacı mı var ki, biz şükür deyəndə Allah bizim rızq ruzimizi artırar, nemətlərini çoğaldar. Təbii ki, Allahın heç bir şeyə, heç bir şəxsə ehtiyacı yoxdur. Sadəcə olaraq bizim şükrü dilimizə gətirməyimiz, əməldə şükür etməyimiz bizim Allahın bizə verdiyi nemətlərin qədrini bilmək anlamına gəlir. Yəni insan Allahın verdiyi nemətlərə qarşı bitəvəccüh olmur. Allahın verdiyi nemətlərə qarşı insan diqqətsiz olmur. Ona görə də bizim şükrümüz əslində bizim ləyaqətimizi Allaha göstərir. Həzrəti Əli əleyhissalam hədisin davamında buyurur ki, əgər Allah dua etmək fürsətini, dua etmək nemətini bir insana versə, o insan bilməlidir ki, onun duası mütləqa qəbul olar. Yəni biz İmam Əlinin bu tövsiyəsindən bunu anlamalıyıq ki, əgər dua etmək fürsəti bizə verilsə, duamızı edək və inanaq ki, duamız mütləqa qəbul olar. Bunun təbii ki, bunun da bu cümləsinin, Həzrət Əlinin bu cümləsinin də dəlili var Quranda. Allah Teala Ğafir surəsinin 60-cı ayəsində buyurur ki, Və qalə rabbukum ud'uni əstəcib lakum. Rəbbiniz buyurdu ki, mənə dua edin ki, mən də sizin duanızı qəbul edim. Yəni ayədən biz bunu anlayırıq ki, əgər biz Allaha dua etsək, Allahdan bir şey istəsək, inanmalıyıq ki, Allah bizə həmin o şeyi nəsib edər, istəyimizi bəxş edər, bizə verər. Əlbəttə, bunu da unutmamalıyıq ki, bəzən biz ola bilsin dua edirik, duamız qəbul olmur. Bunun nədəni budur ki, biz duanın şərtlərinə əməl edirik. Bəzən də əksinə, dua edirik və duamız tez bir zamanda qəbul olur. Həzrəti Peyğəmbər sallallahu aleyh buyurur, ey Əli, 4 insanın duası mütləqa qəbul olar. Buyurur, birinci insan o insandır ki, ədalətli rəhbərdir, ədalətli öndər, adil öndər. Onun duası mütləqa qəbul olar. İkinci buyurur, atanın öz övladı üçün etdiyi dua mütləqa qəbul olar. Təbii ki, bəd dualar yox, normal və İslam şəriətindən uyğun olan dualar, ağıl və məntiqlə uyğun olan dualar mütləqa atanın tərəfindən qəbul olar. Üçüncü buyurur ki, insanın xəbəri olmadan başqası ona dua etsə,
Məsələn, mən dua edirəm bir şəxs üçün, o şəxsin xəbəri yoxdur. Mənim duam həmin şəxsin haqqında tez qəbul olar. Xeyir duam. Və dördüncü budur ki, məzlum dua etsə, məzlum şəxsin duası da tez qəbul olar. Bəzən də dualar qəbul olmur. Həzrəti Peyğəmbər yenə buyurur ki, bəzi insanların duası qəbul olmaz. Məsələn, övladın ata-anaya qarşı olan bədduası. Evlad Allahdan istəyir ki, ata-anasına kötü bir hal baş versin. Bu övladın duası ata-ana haqqında bədduası qəbul olmaz. Bəzən məsələn fərz edək, bir insan birinə borc veribdi, borc para veribdi. O borc verəndə yazmayıb. Quran bizə əmr edir ki, borc verəndə alanda yazın. Quran əmr edir. İnsan borc verə yazmaya və o şəxs də onun borcunu qaytarmasa, insan nə qədər dua etsə onun duası qəbul olmaz ki, mən dua edim, mənim borcum qaytarılsın. Peyğəmbər buyuruyor, qayıtmaz o borc. O dua ilə qayıtmaz. Və məsələn, bəzi insanlar var ki, Peyğəmbər buyurur, evdə otururlar, işləmirlər, işlə məşğul olmurlar, çalışmırlar və dua edirlər ki, Allah bizə rizq ruzi ver. Peyğəmbər buyurur, evdə oturaraq rizq ruzi tələb edən şəxsin duası da qəbul olmaz. Deməli, bəzən insan dua edər, amma duası qəbul olmaz. Peyğəmbər buyurur ki, bir də o insanın duası qəbul olmaz ki, israf etməklə, israfla sərvətini tükədər, aradan aparar və sərvəti bitəndən sonra Allaha dua elə ki, Allah mənə ruzi ver. Peyğəmbər buyurur, bu şəxsin də duası qəbul olmaz. Deməli, ikinci o dəstə və insan ki, diqqət etməlidir, dua edən insanlardır. Həzrət Əli buyurur, dua edəndə mütləqa bilin və inanın ki, duanız Allah tərəfindən qəbul ediləcək. Üçüncü qrup, üçüncü dəstə insanlar, Həzrət Əli buyurur ki, o insanlar ki, anlamalıdırlar, diqqət etməlidirlər ki, əgər insan tövbə etsə, Allah insana tövbə nemətini versə, yəni Allahdan günahlarımızın aff olmasını istəsək, bunu başarsaq, inanmalıyıq ki, Allah bizim günahımızı aff edəcəkdir. Allah bizim etdiyimiz günahları mütləqa və mütləqa aff edəcək. Yəni bunu inanmadan Allahdan təbii ki, biz günahımızın aff olmasını istəməli deyilik. İmam Əli buyurur, günahlarımızın aff olmasını istəyək və buna inanaraq istəyək. Əgər bunu edərsək biz, mütləqa İmam Əli buyurur, günahlarımız aff olunar. Və dördüncü, Həzrət Əli buyurur, dördüncü dəstə o insanlardır ki, anlamalıdırlar. Əgər Allaha təvəkkül etsələr, əgər Allaha sığınsalar, bunlar anlamalı və inanmalıdır ki, Allah onların bütün işlərini hall edər. Əgər bir insan Allaha sığınsa, inanmalıdır ki, Allah onun işlərinin hamısını hall edər və buna qadirdir. Allah Quranda buyurur, وَمَنْ يَتَوَكَّلَ عَلَى اللّٰهِ فَهُوَ حَسْبُهُ. Hər kəs Allaha arxalansa, Allaha təvəkkül etsə, Allah ona kafidir. Xülasə, Həzrət Əli buyurur, mövzumuzun xülasəsi, 4 qrup insan var ki, biz də gərək o insanlara kəndimizi oxşadaq, özümüz də o insanlar kimi olaq. Əməlimizdə buyurur, o insanlar anlamalıdırlar əməllərində, bunu dərk etməlidirlər. 1. Əgər şükr etsək, bilməliyik ki, Allah şükr edənin nemətini çoxaldar. Şükr etmək nemətləri çoxaldar. 2. buyurur, əgər dua etməyi bacarsaq, əgər dua etsək, bunu da bilməliyik ki, Allah bizim istəyimizi, duamızı mütləqa qəbul edər. Təbii ki, bayaq dediyi kimi, yəni duanın şərtlərinə biz gərək əməl edək. Şükr etsək, deməli, Allah çoxaldar, dua etsə Allah qəbul edər. 3. buyurur, əgər biz tövbə etsək və tövbəni doğrudan da içdən istəsək Allahdan, bilməliyik və inanmalıyıq ki, Allah bizim günahımızı aff edər. Və 4. buyurur ki, əgər Allaha biz təvəkkül etsək, Allaha güvənsək, Allaha arxalansaq, bilməliyik və inanmalıyıq ki, Allah bizim işlərimizin
hamısını kendi hall edər. Allah Teala bizə yar və yardımcı olsun. Bu 4 dənə əməli həqiqi yerinə gətirən insanlar kimi yerinə gətirə bilək və bunlara inşallah əməl edək. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.